İfadəsində bildirdi ki, o araşdırması və tənqidi jurnalistika ilə məşğul olub. O cümlədən də Abzas Media bu fəaliyyətlə məşğul olubdur. Korrupsiyaların araşdırılmasına və tənqidi məqalələrlə çıxış edibdir. Və ona görə ona qarşı, mediaya qarşı dözümsüzlük göstərilib və medianın bütün nümayəndələri həbs olunubdur. Və o xaricdə cinayət törətmədiyi üçün xaricdə olduğu halda Azərbaycana qayıdıb. Dövlət ittihamçısının bütün təqsirləndirilən şəxslərə sualları eynidir və o əvvəlcədən yazılmış bir suallardır. Və hansı ki, o sualların əksəriyyəti ümumiyyətlə təqsirləndirilən şəxslərə aidiyyəti yoxdur. Ona görə ki, onlar hər hansı bir cinayət törətməyiblər və o sualların da mahiyyəti üzrə cavabını bilmirlər. Ona görə ki, ittiham tamamilə uydurulmuş bir ittihamdır. Bugün məhkəmədə mənim hüquqlarımı müdafiə etdiyim Elnarə Qasımova sərbəst ifadəsini verdi. O ithamları zaten qəbul etməmişdi. Bir daha ithamları qəbul etmədiyini bildirdi və ithamların saxta olduğunu bildirdi. Hətta cinayət işi materiallarında olan saxta sənədlərdən birini, ümumiyyətlə Elnarə Qasımova heç bir aidiyyəti olmayan bir sənəd idi. Sadəcə ad və soyad oxşarlığı olduğuna görə, atadı fərqli olduğuna görə o sənəd qoyulub əmlakla bağlı. Elnarə onu bildirdi ki, yəni başqa bir şəxsə zərər dəyməsin. Belə də yəni həbsini Abzas Mediadakı əməkdaşlığından əlaqələndirdi və bildirdi ki, sırf jurnalist fəaliyyətini araşdırma etdiklərinə görə Abzas Medianın digər əməkdaşlarla birlikdə bugün həbsdədir. Elnarə ümumiyyətlə prokurorun verdiyi suallara cavab verməkdən imtina etdi. Hesab edir ki, ithamlar zaten saxtadır deyə suallara cavab verməyin də bir əhəmiyyəti yoxdur. Digər təqsirləndirilən şəxslərdən Sevinç Abbasova bugün sərbəst ifadəsini verdi. Bizim ona sualımız sadəcə Elnarə ilə birlikdə səfəridir. Çünki itham ondan ibarətdir ki, mütəşəkkil dəstəklər ölkə xaricindən qaçaqmalçıq yolundan deməli xarici valyutalar gətiriblər. Sevinç də bildirdi ki, Elnarə heç vaxt heç hara getməyiblər və Elnarə bu itham olunan müddətdə yalnız bir dəfə özü səfərimizə 2019-cu ildədir. Ölkədən 2-3 günlük səfəri olub və bu səfərdə olanda da o Abzas Medianın heç bir əməkdaşlığı olmayıb və tək başına olub. Sadəcə yəni hər birimizin getdiyi tətillərin biri kimi bir neçə günlük tətilə gedir. Vəssalam. Bundan başqa Elnarə heç vaxt xarici ölkəyə getməyib, heç bir tədbirlərdə iştirak etməyib ki, etsə də bu bir problem deyil. Amma yəni ittiham ondan ki, getdiyi tədbirlərdən qaydanda ölkəyə valyuta gətirib, amma Elnarə bunların heç birini etməyib, çünki səfərdə olmayıb.